maşallah. Ha bir də indi bu montaj deyir, video çəkər. İnanmırlar da yaxşıyam belə elə. İndi özüm də krip olmuşam elə belə. O da şey bomba kimi hər şey. Xəbər verdiyimiz kimi Gədəbəy rayon ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Əskər Həmidov Rüstəm Ruslanoğlu və Əskər İmanov Əli Tariyeloğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Qar uçqununa düşən Əskər Əli İmanov Sabirabad rayonundan hərbi xidmətə çağırılıb. Pəhan, bax video çəkirdən ha, olsa qalacaq bu. Qovu 2025 yaşında təxris Hüquqşünas Mehbarə Əsədova vəfat edib. 41 yaşlı dövlət məmuru uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin hüquqşünası olub. Gəncədə azyaşlı vəfat edib. Gəncə şəhər birləşmiş xəstəxanasından bildirilib ki, 19 mart 2025-ci il tarixində saat 23:00 radələrində 2018-ci il təvəllüdlü şəxs ağır vəziyyətdə uşaq xəstəxanasına hospitalizasiya olunub. Qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq saat 03:20 radələrində ölüm faktı qeydə alınıb.